Səməd Vurğun haqqında danışmaq üzrə düşünür. Mən ilk kitabxanada da Səməd Vurğunun şeirləri var. Mən analardan yazdıram və ilk mən bu tədbirə dəvət olsa dönüyorum Səməd Vurğunun ana haqqında şeirini deyəcəm. Allah dalı şairimizə rəhmət eləsin. Səməd Vurğun bir dünyadır. Bu dənizdən bir dəryadan hər birimizin bir var. Bağlı şair haqqında can sağlayır. Bu gözəl bir türkülündə ana haqqında bir şeir yazır. Pek çocuktum. Pek çocuktum, yere gömdüler beni. Hayata kanatsız attılar beni. Bak nece bozulur ömrün gülşəni. Hayat sensiz bana zindandır, ana. Boynunda bəslənir gözəl diləklər, layıqdır. Layıqdır səcdəyə sənə mələklər. Neredesin? Neredesin? Ah gözlerim hep seni bekler. Bak evladın nasıl giryandır ana. Sen bir güneş idin. Sen bir güneş idin, doğdun da baktın. Yazık evladın qəmlə yazdı. Bir cevap ver, hangi murada çıktın? Torpaqlardan için zamandır ana. Bir ah çeksem sensiz kopmaz mı tufan? Əzizim anacan, gözüm anacan. Yumup gözlerini açıp bir oyan. Şimdi zaman başka zamandır ana. Yıkılıp payına öpmək isterim. Analık mehrini görmək isterim canım ana. Seni görmək için ölmək isterim. Təsəllim ahilə fərmandır, ana. Təsəllim ahilə fərmandır, ana. Və dahi şairimiz daha da bir ana deyil ki, dahilər yaradan ey böyük ana. Şeirimin hər sözü alqışdır sana. Alqış o boyasız, rəngsiz üzünə, alqış əmdiyimiz halal sözünə. Bugün də vurğuyam həqiqətlə. Səndə təsəllim sağlığı vardır, anacan. Sen duyan köylü, nə bəxtiyardır. Sen duyan köylü, nə bəxtiyardır. Səməd Vurğun hələ bizdən nəsillərdən nəsillərə ötürüləcək. Allah dahi şairimizə rəhmət eləsin. Səməd Vurğun dünyası ilə qalın, var olun, sevgi ilə qalın. Sağ olun.